Hər kəsə salam. Mən bu gün Temu bağlamamı götürdüm və sizin üçün video çəkirəm. Elə isə baxın. Deməli, videodan gördüyünüz kimi bağlamanın ağzını açıram və bağlamanın ağzını açandan sonra sizə bir dəst göstərəcəm. Bu dəst qolsuz köynək və altında şalvarından ibarətdir. Şalvarın növü trapezdir. Yəni ki, şalvar mənim çox ürəyimcə oldu. Əslində mən bacıma sifariş vurmuşdum. Elə isə baxa bilərsiniz. Videoda açıb sizə göstərdim və köynəyin materialı o qədər super idi ki, hətta belə gələcəyini düşünmürdüm. Bacım da üzərində baxdı və bəyəndi. Əslində siz sifariş eləsəniz, bir razmer balaca götürməyinizi düşünürəm, yəni tövsiyə eləyirəm. Mən 9 yaş götürdüm, amma halbuki bacımın 10 yaşı var idi. İndi keçirik videoda gördüyünüz kroplara. Bu kropları set şəklində almışam və mənim işimə çox yaxşı yaradı. Əslində bunun ikisini bacıma verdim. Yəni bunun da gözləmədiyim kimi materialı çox gözəl gəldi. Soft bir rəngi var idi çəhrayının və bacımın da üzərində göstərirəm. Deməli, indi açdığımız məhsul dondur, uzun bir dondur və mən bunu açdım, çox xoşuma gəldi. Bunu S razmerində sifariş etmişdim. Yəni, əgər uzun bir boynuz varsa, 1.60-dan yuxarı boynuz varsa, əyninizdə çox gözəl qalacaq. Mənim əynimdə gözəl qaldı, sadəcə biraz da uzun olsaydım daha gözəl olacaq idi. Əynimdə də sizə göstərirəm. Bir də mən Temu bağlamalarının linklərini aşağı qoyacağam, oradan keçid eləyib baxa bilərsiniz. İndi videoda gördüyünüz telefon кейsidir. Bu keysdən də 2 dənə sifariş etmişdim. Keysin üzərində şəkil yarada bilərsiniz. Hal-hazırda əlimdə açdığım məhsulumuz isə 3 dənəli olan bir setdir. Setin içərisində 3 dənə krop var və bunun rənglərini özünüz seçə bilərsiniz. Yəni mən mavi rəng seçdim, yaşıl rəng, bir də ağ rəng seçdim. Yəni çox gözəl rəngləri var idi. Yaşıl rəngi o qədər çox sevdim ki, soft bir rəngi var idi. Mən göy rəngini götürdüm. Siz istəsəz başqa rənglərini də götürə bilərsiniz. Hal-hazırda sizin üçün əynimdə də çəkirəm. Yəni çox gözəl rəngi var və bədəndə də tam oturur. O birisi məhsulumuz isə qara bir rəngdə dondur. Bu don uzunluğu 1.70 boylarında və yaxud 1.65 boylarında olan insanlar da geyinə bilər. Yəni uzunsunuzsa sizin bədəninizdə çox gözəl qalacaq. Bu məhsulu çoxdan sifariş etmək istəyirdim. Yay üçün çox gözəl bir sifariş ola bilər. Yəni ki, çox belə ürəyimcə oldu bu məhsul. Qolsuz bir köynəkdir. Yayda geyinmək üçün nəzərdə tutulub. Rəngləri orada vardır. Linki qoyacağam. İstəsəniz, hansı rəngi istəsəniz seçib götürə bilərsiniz. Mən bej rəngi seçdim və əynimdə də çox gözəl qalır. Və sizə indi bir dəst göstərəcəm. Yəni mənim çox ürəyimcə oldu. İstədim siz də buna baxın. Üzərində ürəklər var. Çox gözəl bir pijama dəsti ola bilər mənim üçün. Mən geyindim və bu da S razmerində götürmüşdüm. Yəni nə götürürəmsə öz razmerimə uyğun S razmerində götürürəm. Və qolsuz bir model idi. Yəni ki, yayda geyinmək üçün gözəl bir pijama dəsti ola bilər. Ayaqlarının naxışları belə mənim çox xoşuma gəldi. Üzərimdə sizin üçün primerka elədim. Yəni çox gözəl bədəndə oturuşu var. İstəsəniz ala bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Gələn videoda görüşərik. Sağ olun.